Xəstələrdən tez-tez belə sual gəlir ki, əgər varikoçel 3-cü dərəcədirsə, belə halda əməliyyat mütləq lazımdır ya yox? Xeyr, bu yanlış fikirlər, tez-tez rast gəlinən yanlış fikirlərdən biridir. Ümumiyyətlə, varikoçel nədir? Əgər ultrasəs müayinədə, skrotal ultrasəs müayinəsində xaya venaları 3 millimetrdən çoxdursa və venoz reflüks varsa, yəni qanın geriyə axını, bu halda 3-cü dərəcəli varikoçeldə hər zaman əməliyyata göstəriş deyil. Əgər sizdə 3-cü dərəcəli varikoçel diaqnozu qoyulubsa, ilk növbədə spermoqramma analizi vermək lazımdır. Spermoqrammada əgər spermatozoidlərin konsentrasiyası 1 millidə 15 milyondan çoxdursa və morfologiya normal spermatozoidlər 4%-dən çoxdursa, belə hallarda deməli həkim müşahidəsi, yəni dinamik müşahidə lazımdır. Bu hallarda həkimin təyinatı ilə venatonik preparatları təyin olunur və xəstə dinamik müşahidədə saxlanıla bilər. Meditür Global, sağlamlığın doğru seçimi.